Salam əziz izləyicilər. Bu günləri biz sizlərlə çevrə və dairə dərsini keçəcəyik. Deməli, çevrə nədir? Tərifi belədir. Verilmiş nöqtədən, hər hansı bir nöqtədən eyni uzaqlıqdakı nöqtələr çoxluğunun əmələ gətirdiyi qapalı fiqura çevrə deyilir. Yəni, bu nöqtədən bura qədər də məsafə, bura qədər də və yaxud da bura qədər də məsafələr eynidir. Və bu məsafələrə deyəcəyik çevrənin radiusu. Radius R hərfinə işarə olunur, fərqi yoxdur, böyük və ya balaca. Və radius diametrin yarısına bərabərdir. Bəs diametr nədir? Diametr anlayışını verməzdən əvvəl istəyirəm birinci vətər anlayışını verim. Vətər çevrənin daxilində hər hansı iki nöqtəni birləşdirən düz xəttə deyilir. Məsələn, bu nöqtə ilə bu nöqtəni birləşdirsək, bu adlanır vətər. Və çevrənin ən böyük vətəri onun diametridir. Bəzən məsələlərdə deyir ki, çevrənin ən böyük vətəri, məsələn, 10-dursa radius tap. Ən böyük vətər diametr deməkdir. Diametr də düz mərkəzdən keçir və radiusun 2 mislinə bərabərdir, yəni 2 qatına. Böyük D hərfinə işarə olunur və ya da kiçik D hərfinə. Diametr bərabərdir 2 vur R. Radiusu verirsə, diametri soruşsa 2-yə vurursan, diametri verib radiusu soruşsa 2-yə bölürsən. Sonra bizdə toxunan anlayışı var. Toxunan nədir? Çevrə ilə bir dənə ortaq nöqtəsi olan düz xəttə deyirik toxunan. Yəni, toxunan çevrənin ilə bir dənə yerdə kəsişir, bir dənə nöqtə kəsişir və bir dənə ortaq nöqtəsi olur və nə içəridədir, nə çöldədir. Tam üzərindən keçib gedir. Və mərkəz görsəz hər zaman toxunanla birləşdirin. Bu zaman 90 dərəcə yaranır. Bu bizə nəyə görə lazımdır? Belə məsələlər olanda adətən bu xətləri birləşdirirlər. Burada Pifaqor teoremi eləyə bilərik. Burada hipotenuz məsələn buradır, katetlər buralardır və s. Çox lazım olur. Və hətta saxlayaq ki, hər hansısa bir vətər verilərsə, deyək ki, buradan çəkilir vətər. Mərkəz ilə birləşəndə 90 dərəcə əmələ gəlir və vətər 2 yerə bölünür. Çox vacibdir, məsələlərdə lazım olacaq. Tutaq ki, bura O nöqtəsi olsun, bu da AB vətəri olsun, bu da K nöqtəsi. AK KB-yə bərabərdir və mərkəz ilə vətərə qədər məsafə OK-dır. OK mərkəzdən vətərə qədər məsafədir. Məsələlərdə deyir ki, çevrənin mərkəzindən vətərə qədər məsafə məsələn 6 cm-dir. Vətər isə tutaq ki, 16 cm-dir. Biz də bilirik, axı, mərkəzlə birləşəndə vətər yarıya bölünür. Onda burada 8-dir, burada. Məsələn, soruşa bilər ki, bizdə çevrənin radiusunu tap. Radius da buradır və yaxud da buradır da. Pifaqor teoremi eləyə bilərik. Buradan 6, 8, 10 olacaq. Yəni, 8-in kvadratı üstə gəl 6-nın kvadratı bərabərdir R-in kvadratı. Buradan R 10 alınacaq. Diametri soruşsa 2-yə vururuq. Bəs çevrənin uzunluğunu soruşsa nə edərik? Çevrənin uzunluğu düsturu C bərabərdir 2 pi R-dir və yaxud da pi D-dir. R radiusdur, D diametrdir. Əgər biz burada radiusu 10 tapsaq, uzunluq olacaq 2 pi vur 10, yəni 20 pi. Belə. Uzunluqda C hərfi ilə və yaxud da L hərfi ilə işarə olunur. Sonra çevrədə qövs anlayışı var. Qövs nədir? Qövs Lor dildə belə deyək də, radiuslar arasında qalan hissəyə deyilir. Yəni, çevrənin radiuslar arasında qalan hissəsinə. Məsələn, bu hissə və yaxud da hissəyə deyilir. Deyək ki, bu O nöqtəsi mərkəzdir. Bu A, B-dir. Bura balaca M yazaq, bura N. Burada 2 dənə qövs var. Biri AMB qövsüdür, AMB. Bu qövs işarəsidir. Biri də ANB qövsüdür. Gördüyümüz kimi AMB kiçik qövsdür. Kiçik qövsün adı minor qövsdür. Minor qövs. Böyük qövsün adı major qövsdür. Çevrə bildiyimiz kimi 360 dərəcədən ibarətdir. Cəmi 360 dərəcədir. Məsələn, minor qövsü tutaq ki, 100 dərəcə versə, major qövsü tapmaq üçün 360-dan 100 çıxacaq, eləcək 260 dərəcə. Burada AMB qövsünə söykənən mərkəzi bucaq AOB bucağıdır və yadda saxlayaq ki, mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Daxili bucaq isə söykəndiyi qövsün və yaxud da mərkəzi bucağın yarısına bərabərdir. Söykənməyi hardan biləcəyik? Görəcəyik ki,
bu bucağın bir qolu burada başlayıb, bir qolu da burada bitir. Yəni eyni yerdə başlayıb, eyni yerdə bitirsə, deməli eyni qövsə söykənirlər. Və yadda saxlayaq ki, eyni qövsə söykənən daxili bucaqlar bir-birinə bərabərdir. Nə deməkdir bu? Məsələn, burada belə bir şəkil çəkirəm. Bu qövsə söykənən bir daxili bucaq çəkdim. Həmin qövsə söykənən başqa bir daxili bucaq çəkirəm. Belə olsun məsələn. Baxın, eyni yerdə başlayıb, eyni yerdə bitir hər ikisi. Onda bu bucağa bərabərdir. Məsələn, bura 20 dərəcədirsə, burada 20 dərəcədir. Onda qövs 40 dərəcədir və mərkəzi bucaq da 40 dərəcədir. Mərkəzi bucaq söykənli qövsün dərəcə ölçüsünə bərabər olur. Daxili bucaq isə yarısına bərabər olur. Bəzən belə məsələlər verir bizə. Məsələn, deyir ki, belə bir mərkəzdən xətt çəkir. Bura mərkəzdir, bu diametrdir. Təbii ki, AB diametrdir. Belə bir vətər çəkir. Tutalım ki, bizə deyir ki, baxın, bu qövsü verir. Deyir ki, BMC qövsü tutaq ki də 100 dərəcədirsə, bucaq ABC-ni tap. Nə edəcəyik burada? Biz bilirik ki, çevrə 360-dırsa, düz yarıdan bölünsə diametrindən 180 olar. Yəni, buradan bura qədər 180 dərəcədir. Düzdür? 180 dərəcədirsə əgər, onda mənə bu hissəxını 100 ver, onda bu hissəmiz olacaq 80 dərəcədə. 180-dan 100 çıxdı. Qövs 80-dırsa, buna söykənən daxili bucaq istəyir. Daxili bucaqda söykənli qövsün dərəcə ölçüsünün yarısı olduğuna görə olacaq 40 dərəcə. Mərkəzi bucaq istəsə, o da 80 dərəcə olacaq. Bu da çox vacib suallardan biridir. Tez-tez düşün imtahanı. Mərkəzi bucaq, daxili bucaq anlayışını bildiyimizə görə artıq qövsün uzunluğu anlayışını verə bilərik. Qövsün uzunluğu nədir? Deyək ki, yenə bir qövs çəkirik, radiuslar çəkirik. Bura radius olsun. Baxın, bu qövsün uzunluğunu bu dəfə istəyəcək. Mərkəzi bucaqda alfa olsun. Qövsün uzunluğu L ilə işarə olunur. L qövs yazılır. Yəni, qövsün uzunluğu. Düsturu budur. Pi vur R vur alfa böl 180 dərəcə. Burada alfa mərkəzi bucaqdır. R radiusdur. Pi olduğu kimi qalır. Bəzi hallarda pi-ni 3 verir. Verməsi olduğu kimi qalır. 180 da düsturdadır. Bu düstur hardan çıxır? Biz bilirik ki, çevrə 360 dərəcədir və çevrənin uzunluğu 2 pi R düsturdur. Alfa bucağında bilmirik, x yazırıq. Bunu çarpaz vursaq, buradan 360 x bərabərdir 2 pi r alfa. Hər tərəfi 360-a bölsək, onda yuxarıdan yazıram, x bərabərdir 2 pi r böl 360 alfa yaddan çıxdı. 2-yə də ixtisar yaparsaq olacaq pi r alfa böl 180 dərəcə. Bəzən çaşdırmaq üçün daxili bucağı verir, qövsün uzunluğunu istəyir. Daxili bucağı veriləndə mütləq 2-yə vurub mərkəzi bucağı tapıb, sonra işləmək lazımdır. Yoxsa ki, səhv alınacaq. Bunu da bildiyimizə görə, indi keçirik çevrələrin qarşılıqlı vəziyyəti. Baxın, 2 dənə çevrə ya xaricdən toxuna bilər. Deyək ki, biri böyük çevrədir, biri kiçik çevrə. Ya daxildən toxuna bilər. Hələ ki, bunları öyrənək. Əgər xaricdən toxunubsa, onlar arasındakı, yəni onların mərkəzləri arasındakı məsafəni istəsə, xaricdən toxunmadı. Kiçik çevrənin radiusu ilə böyük çevrənin radiusunu toplamaq lazımdır. Bu O1 olsun, bu da O2 nöqtəsi. Onda O1, O2 məsafəsini tapmaq üçün məsafə modulda yazılır. Radiusları toplamaq lazımdır. Yox, əgər daxildən toxunubsa, onda əksinə böyük çevrənin radiusundan kiçik çevrənin radiusuna çıxmaq lazımdır. Bir də uşaqlar, çevrələr kəsişə bilər. Yəni bu cür. Bu cür kəsişə bilər. Deyək ki, bunun biri balaca çevrədir. Bu zaman onların mərkəzləri arasındakı məsafəni tapmaq istəyiriksə, bir dəfə radiusları bir-birindən çıxırıq, böyükdən kiçik təbii ki. Bir dəfə toplayırıq. Yəni bizim məsafəmiz onların fərqindən kiçik, cəmindən böyük olmalıdır. Deyək ki, balaca çevrənin radiusu 7-dir, böyüyünkü 10-dur. Onda 10-dan bir dəfə 7-ni çıxırıq, bir dəfə də 10-dan 7-ni toplayırıq. Cavab 3 ilə 17 arasındakı ədədlər ola bilər. Kəsirdə ola bilər, tam da ola bilər, amma 3 və 17 ola bilməz. Bir də ən pis halda çevrələr kəsişməyə bilər, yəni belə bir-birindən aralıda yerləşə bilər. Bu zaman səndən soruşa bilər ki, mərkəz arasındakı məsafə nə ola bilər? Kiçik çevrəyə kiçik yer, böyük çevrəyə böyük yer desək, O1, O2 məsafəsi
onların cəmindən mütləq böyük olmalıdır. Ən azından biraz böyük olmalıdır. Tam ədəd deyilsə, ən az bir vahid böyük olmalıdır. Bu da oldu çevrələrin qarşılıqlı vəziyyəti. Bu belə. Deməli, çevrələr arasındakı münasibətdən bunları öyrəndik. İndi mən sizə çevrədə toxunan ilə vətər arasında qalan bucaqdan danışmaq istəyirəm. Bax, bu bucaqdan, burada X bucağı olsun. Həmin bucaq söykənli qövsün, yəni bura söykənib də, bax, bu qövsün yarısına bərabərdir. Məsələn, bu qövs, yəni daxili bucaq, daxili demək, vətər ilə toxunan arasında qalan bucaq X-dırsa, söykənli qövs 2X olur. Məsələn, bura 40-dırsa, bura 20 olur. Bax, bura. Belə, bu da lazım ola bilər bizə. Sonra, əgər diametr çəkilibsə, bura mərkəzdirsə, onda buna söykənən daxili bucaqlar, yəni bu bucaq və yaxud da bu bucaq və yaxud da bu bucaq fərqi yoxdur. Bunlar hamısı 90 dərəcəyə bərabərdir. Niyə? Bu bucaq da ola bilər. Niyə 90 dərəcədir? Çünki bunlar bu qövsə söykənir. Bu qövsdə çevrənin yarısı daxil. Çevrədə 360-dır, 360-ın yarısı 180-dır. Biz də bilirik ki, daxili bucaq söykənli qövsün yarısıdır axı. 180-ın da yarısı 90 dərəcədir. Bunu da yadda saxlayaq. Bu belə. Sonra çevrədə xaricdən iki toxunan çəkilibsə, eyni nöqtədən təbii ki çəkilibsə, bu toxunanlar bir-birinə bərabərdir və mərkəz ilə birləşəndə bu bucaq yarıya bölünür, yəni bura tən bölən olur, alfa alfa olur. Və mərkəzlə də buraları birləşdirəndə demişdik ki, 90 dərəcə olur. Təbii ki, burada tən bölünür. Başqa nə var? Deməli, çevrədə yenə iki toxunan çəkilib. Bu A, B, C nöqtələr olsun, burada M olsun. Onda yadda saxlayaq. Baxın, bu qövs ilə, bu qövs ilə. Bu alfa bucağı da bura olsun. Alfa bucağı ilə A, M, C qövsünün dərəcə ölçülərinin cəmi 180 dərəcəyə bərabərdir. Bu da çox önəmli qaydadır. Məsələn, birini 30 versə, o birisi 150 dərəcə olacaq. Başqa nə var burada? Yadda saxlayaq. Deməli, çevrədə iki vətər kəsişərsə, arada qalan bucağı tapmaq istəyirsə, məsələn, bu bucaq olsun da, onda bu mərkəz deyil təbii ki. Onda bu bucağın baxdığı qövslər, yəni AMB qövsü ilə CND qövsünü toplayıb ikiyə bölmək lazımdır ki, həmin o bucağı tapaq. Məsələn, bu birisi bucağı istəsə, 180-dan çıxarıq həmin tapdığımız alfanı. Gəlin buna aid nümunə yazaq. Məsələn, mənə deyir ki, bu qövs 100 dərəcədir, bura 150 dərəcədir. Bax, bu hissə ilə bu hissə. Məndən bu bucaq istəsin. Onda biz 100 ilə 150-ni toplayıb 2-yə bölürük. O da eləyir 125 dərəcə. Bu tərəf istəsə, 180-dan da 125 çıxırıq eləyəcək. Birdən istəsə 55 dərəcə. Və yaxud da bunu belə də verə bilər. Deyər ki, iki vətər kəsişib. Buranı verib məsələn 40 dərəcə, buranı verib 80 dərəcə, buranı istəsin. Ya da buranı versin 70. Onda biz 80-ın üstünə x gəlib 2-yə bölüb 70 almalıyıq. Buradan 80 üstə x 140-dır, çarpaz vursaq. X da bərabərdir 60 dərəcəyə. Yəni tərsinə də verə bilər. Başqa nə düsturlar var? Vacib düsturlardan yadda saxlayaq ki, əgər kəsənlər çəkilibsə, kəsən nədir? Kəsən vətərə oxşur, sadəcə kəsənin çölə çıxıntıları olur. Elə ki, çevrədən çölə çıxıb, da bu hissəsi çölə çıxıb. Çıxmasaydı vətər olardı. İki dənə kəsən arasında qalan bucağı istəyirsə, deyək ki, bu bucaq. O zaman bu qövsləri, bax bu qövs ilə bu qövsü çıxıb bir-birindən, yəni böyükdən kiçiyi çıxıb 2-yə bölmək lazımdır ki, həmin o
alfa bucağını tapaq. Sonra çevrədə mütənasib parçalar var. 6-cı sinifdə əsasən keçilir bu. Deyək ki, 2 dənə vətər kəsişdi. Deyək ki, bunların kəsiş nöqtəsi bura olsun, K nöqtəsi. A, B, C, D. Onda yadda saxlayın. Bu hissənin uzunluğunu bura vururuq, bərabər qoyuruq. Bunu da bura vururuq. Yəni, A, K vur, K, C bərabərdir. B, K vurulsun, K, D. Məsələn, buranı 2 sant verib, buranı 8 verib, buranı 4 verib, buranı istəyir. 2-ni 8-ə vuracaq, 4-ü də x-ə vuracaq. Buradan da x4 alınacaq. Buna aid başqa sual yazın. Məsələn, deyək ki, buradan bir diametr çəkilib, düz mərkəzdir. Buradan da bir xətt çəkilib. Məsələn, buranı versin 2 sant, buranı versin, məsələn, 8 sant. Bizdən AB vətərini istəsin. Biz də bilirik, axı mərkəzlə birləşəndə yarıya bölünür. X yazırıq. Və vətərlərin xassəsinə görə 2-ni 8-ə vururuq. X-i də x-a. Buradan x kvadrat 16-dır. X 4-dür. Onda vətər olacaq 4 üstə 4, 8. Çünki vətər buradan buradırıq. Bu da çox düşüb imtahanlara. Sınaqlara da düşür. Sonra vacib qaydalardan nələri deyim sizə? Deməli. Konsentrik çevrələr. Nədir bu konsentrik çevrələr? 2 dənə iç-içə elə çevrəyə deyilir ki, onların mərkəzləri eyni nöqtədə olsun. Məsələn, belə bir çevrələr. Maşının təkərinə, velosipedin təkərinə oxşuyur da, elə bilin ki. Mərkəzləri eyni nöqtədə. Burada bu qalınlıq var. Buna deyirik halqanın qalınlığı ki, maşının təkərinin kameri də belə deyək, ya da velosipedin təkərinin kameri. Bu hissə deyirik konsentrik çevrənin qalınlığı, yəni halqanın qalınlığı. Bu qalınlığa bir x desək, böyük çevrənin radiusuna böyük R desək, kiçik çevrənin radiusuna kiçik R desək, halqanın qalınlığını tapmaq üçün böyük yerdən kiçik yeri çıxırıq. Bu halqanın qalınlığıdır. Misal, bizə deyir ki, tutaq ki, imtahanda 2 konsentrik çevrələrin radiusların nisbəti 7/2-dir və halqanın qalınlığı tutaq ki, 10 cm-dirsə, tutaq ki, kiçik çevrənin radiusunu istəyir. Biz də bilirik, axı, böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu çıxmalıyıq ki, qalınlıq eləsin. Və nisbətçi yanına bir hərf yazırıq, x yazırıq. Çıxıb bərabərlik 10-a. 5x 10-dursa, x da 2-dir. Kiçik çevrənin radiusu da 2 olduğuna görə 2-ni də 2-yə vururuq, olur 4. Böyük çevrə istəsəydi 7-ni vurardıq 2-yə. Bu da oldu konsentrik çevrələr. Gəldik əsas məsələlərə. 9 ildə keçilir bunlar. Çevrədə toxunan və kəsənin xassələri. Deyək ki, bir toxunan çəkilib, bir dənə kəsən çəkilib. Toxunanın uzunluğuna A deyək. Kəsənin çöldə qalan hissəsinə B deyək. İçəridə olan hissəsinə C deyək. Yadda saxlayın. Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vur, kəsənin hamısı. Misal üçün, bura verib 4. Bura verib 1. Ya da buranı versin 6. Buranı versin 4. Buranı istəsin. Onda biz bilirik ki, 6-nın kvadratı bərabərdir. 4 vur 4 üstə gəl C. Buradan 4 vur 4 üstə C bərabərdir 36. 36-dan 4 ixtisar getsə 9. Buradan da C bərabərdir 5. Məsələn, bizdən bütöv uzunluğu istəsə kəsənin. Olacaq 9. Bir də vacib düsturlardan biri budur. Çevrədə 2 dənə kəsənin xassəsi. 2 dənə kəsənin xassəsi. Məsələn, bu kəsənin çöldə qalan hissəsinə A, içəridəki hissəsinə B deyirəm. Burada C, D deyirəm. Yadda saxlayın. A vur A üstə gəl B bərabərdir. C vur C üstə gəl D-yə. Yəni, bunun çöldə qalan hissəsinin bunun hamısına vururuq. Bərabərdə bunun çöldə qalan hissəsinin bunun hamısına vururuq. Daha A-nı B-yə, C-ni D-yə vurmuruq. Buna aid də bir nümunə yazaq. Məsələn, buranı verib 3, buranı verib 6, buranı verib 2, buranı istəyir. 3 vur 3 üstə gəl 6 bərabərdir. 2 vur 2 üstə gəl D. Buradan 3 vur 9 eləyir deməli. 27 bərabərdir. 2 vur 2 üstə gəl D.
Vurub açsam 4 üstə 2D bərabərdir 27. Bunu vurub açdım. 2D bərabərdir 23. D də bərabərdir 11,5. Cavab kəsrdə ola bilər. Başqa vacib düsturlardan nəyi bilməliyik? Deməli, çevrənin daxilinə və xaricə çəkilmiş fiqurlar, əsasən də üçbucaqlar. Birinci növbədə düzbucaqlı üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrdən danışaq. Deyək ki, düzbucaqlı üçbucağın daxilinə bir çevrə çəkildi. Bu zaman çevrənin radiusunu tapmaq üçün bu düsturu bilmək lazımdır. Katetlərə A, B deyə, hipotenuza C. Radius bərabərdir katetlər cəmi çıx hipotenuz bölü 2. Yox, əgər xaricə çəkilibsə çevrə. Bu zaman radius hipotenuzun yarısıdır. Şəkildə də göründüyü kimi radius hipotenuzun yarısıdır. C burada hipotenuzdur. Məsələn, bizə katetləri verə bilər 5, daha doğrusu 6 və 8. Onda hipotenuz Pifagora görə 10 olur, radius da onun yarısı olur, yəni 5 sm olur. Sonra bərabər tərəfli üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələri yaxşı bilin, imtahanı tez-tez düşür. Deyək ki, bu bərabər tərəfli və yaxud da düzgün üçbucaqdır. Bərabər tərəfli düzgün eyni sözdür. Tərəfləri də A olsun. Bu zaman onun daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün bu düsturdan istifadə edirik. A vur kökdə 3 böl 6. A burada tərəfdir. Əgər xaricinə çəkilərsə çevrə xaricə çəkilərsə, bu zaman radiusu tapmaq üçün tərəfləri A olsun. Radiusu tapmaq üçün A kök 3 böl 3 düsturundan istifadə olunur. Bir də var, hər hansısa, yəni müxtəlif tərəfli üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələr. Deyək ki, bizim üçbucağımızın xaricinə çevrə çəkilir və üçbucağın tərəfləri fərqlidir. Bu zaman böyük eli, yəni xaricə çəkilmiş çevrənin radiusunu tapmaq üçün tərəfləri bir-birinə vurub bölürük. 4 vur S üçbucaq, yəni üçbucağın sahəsinə. Üçbucağın sahəsində tərəf vur hündürlük bölü 2-dir, yəni AH bölü 2-dir. Yox, əgər, deməli, əgər çevrə daxilə çəkilibsə, üçbucaq xaricdədirsə, bu zaman kiçik yer, yəni daxilə çəkilən çevrənin radiusunu tapmaq istəyiriksə, 2 vur S üçbucaq, yəni üçbucağın sahəsini 2-yə vurub bölürük üçbucağın perimetrinə, yəni ABC-nin cəmini. Bu da bizim hər hansısa üçbucağımızın daxilinə çəkilən çevrənin radiusu düsturudur. Bir də vacib düsturlardan nəyi bilmək lazımdır? Hər hansısa dördbucağın xaricinə çəkilmiş çevrə və hər hansısa dördbucağın daxilinə çəkilmiş çevrə. Əgər dördbucaq daxildədirsə, onun qarşı bucaqlarının cəmi 180 dərəcə olur. Əgər çevrə daxildədirsə, dördbucaq xaricdədirsə, onda dördbucaqlının qarşı tərəflərinin cəmi bərabər olur. Buna aid də misal göstərək. Məsələn, mənə deyir ki, çevrənin daxilində bir dördbucaqlı var. Deyək ki, belə bir dördbucaqda hər hansı qabarıq dördbucaqdır. Qarşı bucağının birini 100 dərəcə verib, o birisini istəyir. 180-dan çıxırsan 100-ü, cavab 80 dərəcə. Yox, əgər dördbucaqlı xaricdədirsə, məsələn, deyir ki, bu tərəfi 4-dür, bu tərəfi 10-dur, bura A-dır, bura B-dir də bilmirik. Bizə deyir ki, perimetri tap. Biz də axı bilirik, qarşı tərəflərin cəmi bərabərdir. Yəni 4 üstə 10 bərabərdir A plus B-yə. Burada A plus B 14-dür. Onda perimetrdə A üstə B üstə 10 üstə 4-dür axı. Yəni 14 üstə 14. Yəni 28 olur. Bu da belə. Demək istəyirəm. Məsələn, bizə çevrə verilir. Tutalım ki, buradan bir vətər çəkilir, buradan da bir vətər çəkilir və bizə deyir ki, tutaq ki, AB vətərinin uzunluğu CD vətərinin uzunluğuna bərabərdir. Yadda saxlayaq, əgər vətərlər və uzunluqları bir-birinə bərabərdirsə,
onların çevrədən ayırdığı qövslərin dərəcə ölçüləri də bir-birinə bərabərdir və yaxud da uzunluqları bir-birinə bərabərdir. Belə. Sonra başqa bir şey də deyək. Deməli, bir çevrə çəkək. Tutaq ki, çevrə çəkilib. Və burada belə bir şəkil çəkilir. Bura mərkəzdir. Baxın, belə bir dördbucalı çəkilib. Bura birləşib təbii ki. Məsələn, bura tutaq ki, alfadır, mərkəzi bucaq. Burada betadır. Məndən betanı istəsə, belə bir düstur var. 180 çıx alfa böl 2. Yəni, tutaq ki, alfa tutalım ki də 100 dərəcədirsə, məsəl üçün. Onda mən betanı tapmaq üçün 180-dan çıxacam 100 böl 2-ni. Yəni, 180-dan 50-ni çıxacam 130 dərəcə. Tutaq ki, bu düsturu bilmirəm. Gəlin bu düstursuz əldə edək. Mənim çox düstur əzbərləməkdən xoşum gəlmir. Ona görə istəyirəm ki, nəyisə öyrənəndə başa düşərək öyrənək. Yəni, ən azından çıxış yolunu öyrədirəm sizə. Tutaq ki, buranı bizə verib 100 dərəcə və mənə bu bucaq lazımdır. Biz buradan, uşaqlar, bir dənə belə uzatma edirik. Uzatma. Və biz bilirik ki, bura mərkəzi bucaqdır. Bu da ona söykənən daxili bucaqdır. Biz də bilirik ki, eyni qövsə söykənən daxili bucaqla mərkəzi bucaq arasındakı əlaqə belədir ki, daxili bucaq mərkəzi bucağın yarısıdır. Yəni, bura 50 dərəcədir. Və biz də qayda öyrəndik. Axı, dördbucalı çəkilibsə çevrənin daxilinə, yəni toxunubsa bu nöqtələr, onda qarşı bucaqların cəmi 180-dir. Yəni, bu bucaq ilə bu bucağın cəmi 180-dir. Onda x-i tapmaq üçün 180-dən 50 çıxıram. Yenə cavab 130 edir. Bu daha samballı yoldur məncə. Sonra burada radian anlayışı var. Radian nədir? Radian bucağı ölçmək üçün bir ölçü vahididir. Necə ki, dərəcə varsa, radian da var. Və trigonometriyada çox istifadə olunur. 1 radian təxminən 57 dərəcəyə bərabərdir. Və radian və dərəcə arasındakı əlaqə düsturda belədir. Radian verilibsə, radiandan dərəcəyə keçmək istəyirsənsə, pi böl 180 vur dərəcə düsturundan istifadə edirsən. Məsələn, mən deyir ki, tutaq ki, 5 radian. Mən onu dərəcəyə çevirmək istəmirəmsə, 5 bərabərdir. Pi böl 180 vur dərəcəyə də x deyək. Buradan x-i tapırıq. Çarpaz vururam, pi vur x bərabərdir 5 vur 180. Buradan da x bərabərdir. Deməli, 900 böl pi. Deməli, bizim həmin dərəcəmiz 900 böl pi'dir. Və yaxud da tərsinə dərəcəni verər. Deyək ki, dərəcə, tutaq ki, 40 dərəcəni radiana çevir. Onda mən pi böl 180 vur 40 dərəcə yazacağım ki, bu görüm neçə radiandır. Radian rad yazılır. Bunlar da ixtisar gedir. Məsələn, 20-yə. Burada 2, burada 9 qalır. Deməli, 40 dərəcə 2 pi böl 9 radiandır. Həqiqətən də pi 180 dərəcədir axı həndəsədə. 180 qoyanda pi-ni yerinə 2 vur 180 böl 9 həqiqətən də 40 dərəcə eləyir. Bu da bəzən güvənli suallarında falan, sınaqlarda lazım ola bilər, qəbulda düşə bilər. Belə, deyəcəklərim bu qədər idi. İnşallah ki, başa düşdünüz. Nə suallarınız olarsa, nəyəsə başa düşməsəz, kommentarlərdə bildirərsiniz inşallah. Sağ olun.